Canımızı möhkəm saxla, problem yoxdur. Barmaqlarda, əllərimizdə 1000 dənə mikrob var cürbəcür. Elə dəqiqə başı bağırsağımız xəstələnir, yox. Hər saniyə canlıda, istənilən canlıda, bitkidə, heyvanda, insanda xərçəng hüceyrələri yaranır. Biz hər saniyə xərçəng xəstələnirik, yox. Yəni əsas burada birinci sualın cavabı idi ki, immunitet möhkəm olsun. Yəni daxili ahənglik olsun, sağlamlıq olsun. Sağlamlıqsa nədir? İnsanın fiziki, psixoloji və sosial firavanlığı. Bax, bunu təmin eləyin, onda immunitetiniz möhkəm olar, istənilən də şəraitdə yaşaya bilirsiniz. İstəyir qrip olsun, istəyir olmasın. Mən Qarabağda xidmət eləyəndə qarın yatalağıdan epidemiyası başlamışdı. Cibimdə sabunla gəzirdim həmən dövr üçün. Başqa problem olanda başqa işlər görürdük. Yəni, hər şəraitin özünə uyğun hərəkətləri var. İmmunitet möhkəm olduqda, qorxu olmayandan sonra çox rahat özünü qorumalı. Deməyinizə düzgün fikir verin. Siqaret, araq, narkotikdən uzaq durun. Mal əti, quzu əti, sənaye şirniyyatı, şəkərlərindən az istifadə eləyin. Qətiyyən marketlərdə olan məhsullardan istifadə eləməyin. Konsentra olunmuş, konservlərlə olunmuş, rəngləndiricilərlə olunmuş, cürbəcür vasitələr içinə qatqılar olunubdur ki, hansı ki dadlandırıcılar heç bir sizə faydası yoxdur. Çalışın təbii məhsullardan istifadə eləyin. İstəyir heyvani məhsullar, istəyir bitki məhsullardan, çərəzlərdən, quru meyvələrdən. Heyvani məhsullar da pis deyil. Bütün pendir, yağ, ət məhsulları da problem deyil. Məqamı var. Əgər siz ət yeyib çoxlu fiziki iş görürsünüzsə, problem yoxdur. Hərəkət eləməyib ət yeyirsinizsə, problemdir. Hərəkət eləmirsiniz, ət yemirsiniz, yenə də əladır. Hər şey öz qaydasında olmalıdır. Hər şeyin qədəri var. Hər şeyin doğru, düzgün, elmi yanaşması var. Onu bilin, immunitet möhkəm olsun, xəstələnməyin.